Bəli, məsələ ondadır ki, o sağlam qidalanmanın özü də bizim xəstəliklərimizə səbəb olmur. Əlavə dövlət vəsait Uşaqlarımızın yüksək mənimsəmə qabiliyyətinə təsir edir. Bunlar intellekt səviyyəsi qanlı qalxır. effektidir. Sən bir dənə dominana verirsən, birinə vurursan, hamısı yıxıla-yıxıla gedir. Dövlət də belədir. Dövlətin bir sahəsində bir dənə qüsurun varsa, həmin o qüsuru sən aradan qaldırmasan da o qüsur başlı dalğa var şeydir. İnşallah dövlətin bütün həyatını yoluxurublar getdi. Bax indi buradan mən bir də Kənd Təsərrüfatı Naziri var. Müraciət edirəm. Qardaşım, nəyə görə siz dövlət tədarükçü şeyinə keçmirsiniz? Nəyə görə kəndlərdə bu cəmaatın məhsulu əlində qalır? Pomidor əkir əlində qalır, xiyar əkir əlində qalır, alma əkir, meyvə əkir. Sən bunu yayda get, zakatoka deyildir. O tədarük elə. Qışda ucuz qiymətə sat. Həm vətəndaşın bəhrələnsin, həm əkən razı qalsın, həm də sənin dövlət büdcəsinə pul gəlsin. Beləncə olmaz ki, biz indi Azərbaycan özü ənənəvi kənd təsərrüfatı ölkəsidir, bilirsən. Bəli. Bizdə iqtisadi bir Bakı, Sumqayıtdır, biraz bu Şabran şeydir, Şirvandır, bir neçə şəhər yerdə qalan Azərbaycan rayonlarının hamısı kənd təsərrüfatı, düzdürmü? Bəli, bəli. Bəs sən bu kənd təsərrüfatı ilə bağlı hansı siyasət aparsan ki, yerlərdə əhali Bakıya axmasın? İndi öz aramızda Azərbaycanda nə olmalı? Bu da ciddi bir problem. Azərbaycanda ən azı 6-7 dənə mərkəz seçilməlidir. Həmin mərkəz regional mərkəzlər olsun. Ora dövlət xüsusi qayğı qoysun, inkişaf eləsin. Bakıdakı şərait orada yaratsın. Məsələn, Şəki ola bilər 1, Naxçıvan ola bilər 2, Şirvan ola bilər 3, Lənkəran ola bilər 4. O keçmiş qanlıq mərkəzləri var. Onlar elə belə seçilməyib. Onlar o vaxtı adamlar ağıllı olublar. Görüblər ki, bu Şəki tutaq ki, müəyyən bir ərazini idarə etmək imkanı, qabiliyyətinə malik. Orada sən vəziyyəti düzəltsən, nə Şəkili gələcək bura, nə Naxçıvanın Bakıya gələcək. Həm Bakının problemləri həll olacaq, həm regionlar inkişaf edəcək, həm də ən vacibi dövlət büdcəsi bu cür olmayacaq. Yəni bugün biz yalnız elə hər şeyi açıq şüarçılıqla həyata keçirdik deyən, bir də saxta rəqəmlərə həddən çox belə alidə oluruq. Biz özümüzü arxayın sala-sala faciəyə doğru gedirik.